Sabahınız xeyir əzizlərim. Bugün mən sizə Bakı şəhərində seçilmiş bəzi məktəblərdə əlavə uşaqlara instituta hazırlıq üçün bəzi müəllimləri seçərək və 9-cu sinifi 185 baldan yuxarı keçmiş uşaqlar üçün məktəblərdə institutlara hazırlıq dərsləri keçiriləcəkdir. Mən bunu vaxtında çoxdan deyirəm, amma da bizdə belə bir məsələ var da. Biz həmişə gedir, əziyyətini çəkirik, altını çəkirik, ziyanlığa düşürük, sonra gəlirik alayarımçılığa. Mən neçə ildir deyirəm ki, 9-cu sinifdən sonra 10-cu, 11-ci sinifdə bunların üstə gedən uşaqları qruplara bölmək lazımdır. Ya bunları 9-dan çıxardıb sənətə, kollecə göndərmək lazımdır, ya da ki 10-cu, 11-ci sinifdə 1, 2, 3, 4 hansı neçə qruplar varsa, bu qruplar üzrə dərsləri o qaydada keçmək lazımdır. Uşaqları əlavə yükləmək lazım deyil. Məktəbdə də seçilmiş repetitorlara pulunuzu verək. Artıq qoyun dövlət niyə xərc çəksin ki? Bu uşaq birinci qrupa gedirsə birinci qrupun dərslərini keçsin, ikinci qrupa gedirsə ikincinin, üçüncünün qaydası odur. Yəni öz sahəsinə getdiyi, öz qrupuna getdiyi fənlərin dərsini keçsin. Bunu artıq yükləməyək. Yəni yenə də bizdə mümkün deyil. Biz elə bil ki, bizə göydən havayı pul axır. Neftin pulu da 5 gün üçün qutardı. Ondan sonra nə vəziyyətə düşəcək? Hazır bugün əlimizdə varkən bu vəsaitləri nəinki hər bir sahədə düzgün yerinə yetirək. Elə də təhsil sistemində valideynlər niyyətlə qazanından kəsib repetitorlara pul verməlidir. Mən repetitor deyiləm. Mən 70 manata 7 dənə fən keçirəm. 6 dənə fəndə bir dənə də xarakter başlayıram. Yəni birini 10 manata keçirəm. 7 dənə fəndə 70 manat ödəmək heç nə mənə desən, bilirsən ki, sənin uşağın artıq burada bir çox dərs öyrənmə metodikası da 6 dənə dərsdir, xarakterisi gələcək güclü şəxsiyyət olaraq yetişməkdir. Bu başqa məsələ. 70 manat yox, 140 manat da verərəm. Əgər mən uşağımı yetişdirən bir müəllim varsa. Ona da ömrü boyu minnətdar olaram. Amma repetitorları məktəbdən sonra gəlib dərs deyib həm əziyyət çəkirlər. Bunu məktəbdə təşkil elə, qoy həm uşaqlar üçün sərfəli olsun, həm də ki, müəllimlər üçün sərfəli olsun. Uşaqlarımızı 10-cu sinifdən sonra daha da yükləməyək. Lazım olmayan fənlərə getməsin. Yalnız və yalnız özünün getdiyi qruplar üzrə fəndən getsin. Biz onda həm uşaqlarımızı güclü yetişdirəcək bilim cəhətdən, həm də əlavə yükləməyəcək, həm də müəllimlər əlavə yükləməyəcək. Yenə sinifdə qalırsan, Təhsil Nazirliyi nə olar ki, çağır məni orada pulsuz, yanında bir ştat ver, mən sənə təhsil məsələlərini həll edim. Bir ildən sonra sənə haqq hesab verim, hesabat verim. Əgər mənim nəticəm olmasa, qolumu qandarlayıb salarsan türməyə ki, Bahar müəllimə, sən bizi allatdın. Mən sənə bir vəzifə ver, pulsuz. Vəzifə ver, gəlim sənin üçün bir il işləyim, o məktəb sistemini düzəldim. Rüşvətxor müəllimlərin ağzını yığım, hədiyyə alan müəllimlərin ağzını yığım, dərsləri müəllimə necə çalışmaq lazımdır, o uşağı necə çatdırmaq lazımdır, onun metodikaları nədir, mən onları öyrədim və sənə hesabat verim, Təhsil Nazirliyi çağır mənə, sənin üçün yox, heç kim üçün yox, balalarımızın gələcəyi üçün. Bu evlatlarımızın şəxsiyyət olaraq böyüməsi üçün, belə bir regionda ən güclü insanlar yetişdirmək üçün, bilimi sevmək üçün, güclü şəxsiyyət olmaq üçün, sənin üçün təmənnasız işləməyə hazıram. Mənə bir il möhlət ver. Verə bilərsən Təhsil Nazirliyi? Yox, verə bilməzsən. Çünki səndə o ürək yoxdur.